Ona dua edən salih övlad. Övladların tərbiyəsinə xüsusən diqqət yetirmək lazımdır. Niyə görə? Həmçinin faydası sənə var. Həm o faydalanacaq. Cəmiyyətə salih bir insan yetişdirdin. Onunla yanaşı həmçinin sən də faydalanacaqsan. Çünki niyə? Sən bu dünyadan köçəndə sənin üçün dua edəcək. Ya Rabbim, atam, anamı bağışla. Məni yetişdirdilər, böyütdülər, tərbiyə verdilər, təlim verdilər, İslamı öyrətdilər, din öyrəndim. Dua edəcək. Gör nə qədər sən də savab qazanırsan, qardaşım. Və o da əməl etdikcə sən yenə savab qazanacaqsan. Bu da elə bir sanki bir axar sədəqə kimidir. Yetişdirmirsən, böyütmürsən, öyrətmirsən, bu əməl etdikcə sən savab qazanırsan. Həm o qazanır, həm də sən qazanırsan. Ona görə övladların tərbiyəsinə xüsusən fikir vermək lazımdır ki, onlar da bədbəxt olmasınlar. Biz bilirik, deyək ki, az-çox əməl edirik. O da böyüyünə qoy əməl sahibi olsun, salih əməl sahibi olsun. Bunun üçün onların tərbiyəsinə xüsusən diqqət yetirmək lazım. Biz bugün dünyası üçün çalışırıq, müəllimiyana qoyuruq, məktəbə qoyuruq, kurslara qoyuruq, ay nə bilim, ora qoyuruq, bura qoyuruq, proqram öyrədirik və s. və ilə axır sənət öyrədirik, dinə gələndə cahilin biri. Qardaş, sənə ən çox elə bu birdən qərar göstərməliydi, axirət elminə. Axirət üçün daha çox çalışmalıydı. Örgət də bu da lazım. Mən demirəm dünya lazım deyil. Amma axirət olmayandan sonra bu dünyanın nə mənası var, qardaşım? İnsan dünyasını təmir edir, axirətin xaraba bina qoyub. Nə mənası var, qardaş? Elə yaxşı olmaz ki, həm dünyasını, ahirətini bərpa edəsən, təmir edəsən. Örgət də dünyanı da örgət. Qoy örgənsin. Sənət örgənsin, iş örgənsin, nə bilim, proqramlar örgənsin, vəzifə örgənsin, geçsin həkim olsun, mühəndis olsun, nə bilim, kim olur olsun, hörmətli bir şəxsiyyət olsun. Qardaşım, qoy axirət də yanında olsun da. Qoy namazı da olsun, orucu da olsun, ibadəti olsun, salih əməli olsun. Niyə ikisi olsun, nə yaxşı olar? Niyə buna çalışmırıq? Dünyavi elmi öyrənmək üçün hər cür pul xərcləyir. Amma deyək ki, qardaş, bunu ərəb dilində öyrət, siz Allahın kitabı üzərinə oxuya bilsin. Yox, pulla da olsa müəllim tutur, ona pul verən yox, amma havaya axtarır. Qardaş, gedib İngilis müəllimin 100 manat pul verirsən, verirsən. Nə bileyim, filan fənlər üçün 100 manat, 150 manat verirsən, filan proqramı öyrənmək üçün 200-250 manat xərcləyirsən, qardaş, 50 manat da ver, ərəb dil öyrənsin də. Nə olar ki? Öyrənsin, baş Allahın dilini oxumağı bacarsın da, kitabını oxuya bilsin sonra, ən azından. Quran oxuya bilsin, ən azından açsın bir təfsirini oxusun. Öyrənsin, ərəb dili də bir dildir, Allah həmd olsun, dünyavi bir dildir. Ən çox yayılan dillərdən biri də dinimizin dilidir, şəriətin dilidir. Elə qoy onu da öyrənsin, niyə xərcləmirik, qardaş? Xərcləmirik. Lazım gəlsin, müəllim tut, pulla da olsa, qoy Quran öyrənsin, amma öyrətsin. Qoy Qurandan da bir payı olsun, əzbəri olsun. Sabah yaşaşan neysə, ay bala, gəl keç qabada namaz qıldır, yorulmuşam. Mən qıldıramıram. Nə pisdir, qardaş? Örgətmirik. Müəyyən zikirlər var, örgətmək lazımdır. Müəyyən surələr var, örgətmək lazımdır, qardaş. Lazım gəlsin, müəllim tut, pulu ilə də olsa, örgət. Örgənsin. 150 manat, 200 manat verə bilirsən dünya fənlərə. Nə ola bilər, 50 manat da İslamı üçün xərclədə. Nədir ki onun yanında? Yenə az deyib, elə baxanda. Da yeni məzur onu demək. 50 manat verə, amma geçsinə örgənsin, qardaş. Ayda 50 manat pul xərclədə, övladın üçün də xərclədə, qardaş. Yəni, övlada qayğı göstərmək, təsə yedizdirmək, çizdirmək, geydirmək deyil. Həqiqi qayğı göstərmək, həqiqi qayğı. Təlim, tərbiyə, təhsil və ibadəti öyrətməkdir. Ən böyük qayğı budur. Elə yedizdirsiniz, mən uşağa baxmışam, yaxşı baxmışam. Bildik, yedizdirmirsən, çizdirmirsən, geyindirmirsən, bildik, gəzdirmirsən, lakin tərbiyəsi yoxdur, yaxşı baxmamısan. Demək, yaxşı baxmışam. Dini imanı yoxdur, qardaş, yaxşı baxmamısan. Ey xanım, ey bacı, yaxşı baxmamısan uşağa. Lazım olan verməmsən, tərbiyəsini verməmsən, pozluq tərbiyəsi, maraqlanmamsan. Din iman yoxdur, namaz qılmır, uşaq artıq böyüyür, namaz qılmaq istəmir. Deməli, maraqlanmamsan. Nə olsun? Öz aləmində yaxşı baxmışam, axı mən neynədim, gedizdirdim, çizdirdim, geyindirdim, bu niyə belə oldu? Deməli, yoxsan bıraxmısan da. Bəli, ola bilərsən, səvələrdən tutarsan, lakin olmuyor, bu başqa məsələ. Bir də var, sən iş eləməmsən. Yoxsan sən tərəfdən. Deməsin də, mən uşağa hər şey eləmişdim, bu niyə belə oldu? Hər şey eləməmişdim, vallahi eləməmişdim. Allahın dinini öyrətsəydim, bugün peşman olmayacaqdı. Uşaqlar var, kafir kim böyüdürlər? At satıb həddi buluğa, kafir kim böyüdür? Evdə valideynlər ibadət əhli uşaq pis gündə, ateist, deist, nə bilim, 100 yola düşür. Çünki qayğı göstərməmsən, dünyası üçün çalışırsan, axirət üçün qayğı göstərməmsən. İndi peşmansın bir faydası yox. Otur da gecə səhər kimi doya ki, bəlkə Allah hidayət verir. Belə valideynlər deməsin, mən hər şey eləmişəm övladımdır. Eləməmsən, hər şey eləməmsən. Ən əsas olanı eləməmsən. Şəriət din öyrətməmsən, din öyrətməmsən, dini tərbiyə verməmsən, ədəb, əxlaq öyrətməmsən. Demə, hər şey eləmişəm. Yedizdirmək, içizdirmək, geyindirmək, gəzdirmək, hər şey deyil.
Bizdə belə başa düşürlər. Deyir, hər şey vermişəm, hər şey edirəm də övladın üçün. Edirəm də deyir. Bu yoxsa eləmirsən. Axirət tərbiyəsi, təlim yoxdursa, qardaş heç eləməmsən övladına. Demə eləmişəm. Eləsəydin bu gün də olmaz. Valideyn namaza gedir, övlad bara gedir. Övlad nə hara gedir, qardaş? Dostlarla gəzməyə gedir, içməyə gedir, çinməyə gedir, hara gedir, qardaş? Deməli, yaxşı tərbiyə verməmsən. Yenə deyirəm, səvələrdən götürüb, övlada canlardan danışmırıq. İbrahim Əleyhisselam atasının hidayətinə səbəb ola bilmədi. Hər şey eləmişdi, olmadı. Allah Resulü nə qədər çalışdı? Əmisi Abu Talib ən sevimli insanlardan biriydi. Və Haşimlərdən öz nəslindən kafir olanlar oldu. O eləmişdi. Biz kimdən, iradımız kimədir, qardaş? Heç nə eləmir, bində ağlayır ki, övladlarım hər şey eləmiş, bu niyə bugünə qaldı? Deməli, eləməmsən də, qardaş. Əgər biz deyənlər eləməmsənsə, yəni axirət tərbiyəsi, axirət təlim verməmsənsə, deməli, heç eləməmsən. Demə, hər şey eləmişdir, bu niyə belə oldu? Eləməm, eləsəydi belə olmaz. Allah övladlarımızı ıslah eləsin. Allah təala bizlərə bu işə yardım eləsin. Həqiqətən vallahi indiki vaxtda uşaq tərbiyəsi çox çətindir. Vallahi çətindir. Allaha and olsun çətindir, qardaşlar. Yəni mən burada bütün müsəlman bazı qardaşlarıma deyirəm, vallahi, billahi, tallahi çox çətindir. Xüsusən bu vaxtda. Buna elə-belə baxmaq lazım deyil. Geyindir, keçindir, məktəbə göndərirsən. Qardaş, orada bir şey öyrənib gəlir. Küçədə həyatda bir şey öyrənib gəlir. Evə də gəlir tamam başqa bir şey. Evdən çox çöldə bacadan. Məktəbdə bir 5 saat vaxt gedir. Ata-ana biraz həyatda oynayım, get bir 2 saat həyatda oynadı qardaş. Bu evə gələndə artıq sən də yorulmuşsan, o da oynamaqdan, oxumaqdan yorulub. Bir şey qalmır qardaş. Ona görə çox, maksimum dənizli diqqətli olmaq lazım. Hərədən bir şey, indiki vaxtda uşaqlar hərədən bir şey gəlir. Heç şey demirəm, qardaş, telefon vermisənsə, küçəyə buraxmaq lazım deyil. Orada nə zirzibili var, hamısını götürəcək. Sosial şəbəkələr. Uşaqdır, 8-9 yaş var, TikTok'da hesabı var, qardaş. Sən də bu nə öyrənəcək mənim qardaşım? Ha, bu nə öyrənəcək? Hani qardaş, nə öyrənəcək qardaş? Sonra çölə buraxma, vallahi bu artıq pozulub. Fərqli şəkildə. Demədə çöldə qoruyuram pis uşaqlarda. Evdə qoruya bilmirsən, yenə TikTok'u vermirsən əlində. Çöldən betərdir vallahi. Yenə çöldə futbol oynayacaq, həm qızlar orada ortada qaldı oynayacaq, qız uşaqlar. TikTok ondan betərdir, YouTube, Facebook ondan betərdir. Qardaş, sən ən betərini eləmsən. Telefonu verirsən əlinə, başı buraxmırsan. İndi ata işləyir məsələn yorulub, qadın mətbəxtdə və yaxud da adamlar oturur seriala baxır, kinoya baxır, şousuna baxır. Uşaq da Allah bilir harda, nədə, hara girib, nə edir, nə işləmir. Bu uşaq bədbəxt olacaq da. Bu uşaq böyle narkoman da olacaq, cinayətkar da olacaq, nə bilim, nə olacaq, yararsız bir uşaq olacaq. Valideyndəki ziyalıdır, uşaq da tərbiyəsiz. Hətta məktəbdə uşaqlara dərs deyincə övladı da evində dərs verir də. Elə valideynlər var, vallahi qardaş. Yenə deyirəm, amma sözüm hamıya aid deyil. Səvələrdən götürüb məyus olanlardan danışmırıq. Heç də eləmir uşaq bədbəxt gündür. Özü bəlkə müəllimdir, bəlkə həkimdir, bəlkə də psixologdur. Övlad özü pis gündədir, oğlunun psixoloqa ehtiyacı var. Cəmaata girib psixoloqa dərs keçsən, cəmaatı rahatlaşdırırsan. Həm ona nəsihət edir, buna nəsihət edir, ona dərs keçir, buna dərs keçir. Övlad içəridə evdə pis gündər edilsin. Tərbiyəsini verir. Və ya qız uşağı Allah korusun. Ona görə ciddi yanaşmalıdır övlad tərbiyəsinə qardaşlar. Çox ciddi. Yazıqdılar. Həm özümüz yazıq olmayaq, həm onlar yazıq eləməyək. Vallahi düzgün eləməsək, böyüyəndə çox peşman olacaq. Böyüyəcək, baxacaq, Allah qorusun, bizə aid olmasın. Gerçi Zeyd adında bir şəxsdir, qardaş. Yaşlaşı 40-50-55 yaşı var, özü məhcəsə gedir, ibadətdə, evin içində övladı namaz qılmır. O necə olacaq? O valideyn nə istəyir, əli qardaş? Allah, vallahi Allah qorusun, qardaşlar. Adam dəhşətə gəlir, sən ibadət etsən, övladlar pis gündədir. Övladlar tərbiyəsinə fikir vermək. Allah şahiddir qardaş. Həqiqət. Yazıldı. Zərbət pozulub, nə gündədir. Gecə gündüz dua, bazarmasa yalnız dua elə. Dua, çoxu dua eləmək lazım. Başqa dur alınmır, başa düşdü qardaş. Cəmiyyəti görürsən, onu həmişə dövsəm oldu qardaşlar. Övladların qayğısına diqqət etmək lazım. Gecə gündüz, ya Rabbi, mən bacarmıram, zəifəm, sən ədəbləndir. Allah'a sığınma, Allah'a pənah var. Bəzi özümüz bacarmır. Ona görə Abdullah ibn Mübarək olursa, yoxsa Fudayl ibn İyad radiyallahu anh, rahiməhullah, Allah onu rəhmət eləsin. Övladı biraz nadir uşaq olur. Bir ya Rabbim, bacarmıram. Tərbiyəsindən bazarsan, onu ədəbləndirsən, onu tərbiyələndir. Allah duasını qəbul edir, uşaq tərbiyələndir. Tərbiyəli birisi olur, ədəbli ərkanlı. Deməli, özümüzdən görməyək, gecə gündüz dua eləmək. Bacarmırıq, siz onca duanı eləyək, dua eləmək lazımdır. Səbəblərdən götürdə dua eləmək. Çoxlu dua eləmək lazım. Yazıldır.
Allah balalarımızı ıslah etsin. Amin ya Rabbi.